Herkese salam, kanalıma xoş gəldiniz. Bugün OTK-nın 9-cu siniflər üçün 12 oktyabr 2025-ci ildə keçirmiş olduğu buraxılış sınaq imtahanının ətraflı izahına birlikdə baxacağıq. Testlərin izahlarını maksimal formada detallı verməyə çalışacağam ki, hər bir səviyyədə olan şagird asanlıqla başa düşə bilsin. Dərslərimizə qoşulmaq üçün yuxarıda qeyd olunan nömrənin WhatsApp-ına yaza bilərsiniz. 56-cı sualımız kəmiyyət göstəriciləri ilə bağlıdır. Boşluğumuzun sağ tərəfində verilmiş sözü cəmdə görürük. Bu zaman bəlli olur ki, bizə bu sayılan isimdir. Sayılan isimlərlə istifadə olunan kəmiyyət göstəricilərini seçirik. Little və much isə sayılmayan isimlərlə istifadə olunur. 57-ci sualımızda altından xətt çəkilmiş sözün sinonimi, yəni yaxın mənalısı tələb olunur. Relationship əlaqə deməkdir. Doğru cavabımız A variantı connection, o da əlaqə deməkdir. Argument mübahisə, separation, ayırma, distance, məsafə, competition, rəqabət, yarışma deməkdir. 58-ci sualda verilmiş definitiona uyğun olan sözü tapmaq tələb olunur. Özündən əmin olmaq və işləri yaxşı bacaracağına inanmaq. Doğru cavabım A variantı confidence. 59-cu sualımızda yəlik halın tapılması tələb olunur. B variantında this cəmdədir, lakin apostrof s təkdədir. Those cəmdədir, lakin apostrof s təkdədir. The teacher voice. Burada ya apostrof s olmalıydı, ya da s apostrof olmalıydı. Ümumiyyətlə səhvdir. This təkdədir, lakin s apostrof isə cəmdə olduğunu bildirir. Doğru variantım A variantı. Mühəndislərin layihəsi, mühəndislər sözü cəmdə olduğuna görə s apostrof verilib. 60-cı sualımızda yenə yəlik hal tapılması tələb olunur. A variantında ümumiyyətlə yəlik hal yoxdur. B variantında ismin qarşısında rəqəm verilir və bu zaman bu isim cəmdə olmalıydı, lakin apostrof s təkdədir. C variantında hands ortaq olaraqdan verilir, lakin keçmişdəki bədən üzvləri ortaq ola bilməz. Hands əllər deməkdir, hər birinə ayrı aralıqda apostrof s artırılmalıydı. If you-dan sonra gələn isim cəmdə olmalıdır, lakin apostrof s təkdədir. Y variantında isə scientist, research, elm adamının araşdırması, elm adamı təkdə olduğuna görə apostrof s artırılıb. 61-ci sualda verilmiş sözlərin definitiona uyğun olaraqdan yazılması tələb olunur. Birincidə səlis danışmaq, yəni doğru variantın B variantı, able to speak a language easily and well. Bir dildə asanlıqla və yaxşı danışmağı bacarmaq. Essential, vacib, yəni doğru cavabım A variantı, çox vacib və zəruri bir şey. C variantında connected, yəni bağlı, əlaqəli. Doğru cavabım C variantı, yəni bir şeylə əlaqəli. Sifətin üstünlük dərəcəsi verilib və sifətin üstünlük dərəcəsinin qarşısında the article olmalıdır. İkincidə isə world, dünya, hər zaman in the world olaraqdan istifadə olunur. Bu səbəbdən doğru cavabımız C variantı. 63-cü sualda cəmdə olan ismi tapmaq tələb olunur. Cəmdə olan ismimiz C variantında verilib. Hansı sözü tələffüzdə A hərfi ilə başladığına görə mən burada yalnız an article yaza bilərəm. Eyni zamanda ümumi olaraqdan söhbət getdiyi üçün D artiklını yaza bilmərəm. Sayıla bilən tək isim olduğuna görə qarşısında heç bir article yazmadan verə bilmərəm. Digər hissəsində də müəyyən bir tədqiqatçıdan söhbət getdiyinə görə doğru cavabım D variantı. 65-ci sualda mürəkkəb isim tələb olunur. Doğru cavabım D variantı, backpacking timetable. Sayılmayan isimlərin tapılması tələb olunur. Hər bir variantda bir sayıla bilən ismi çıxarsaq, doğru varianta gələrik. Maşın sayılır, kompüter sayılır, dəftər sayılır, pişik sayılır, hava, mebel və müdriklük sayılmır. Təkdə olan ismin tapılması tələb olunur. Cəmləri çıxarsaq, avtomatik varianta gəlmiş olaraq. Doğru cavabım B variantı. Equipment sözü təkdə olan ismimizdir. 68-ci sualımızda antonimlər cütünü tapmaq tələb olunur, yəni bir-birinə əks mənalı olan sözlər. Birincidə hər ikisi sürətli deməkdir, ikincidə iri və kiçik doğrudur, üçüncüdə hər ikisi cəsur deməkdir, dördüncüdə şən və qüssəli doğrudur, lakin beşincidə yenə də sinonim olan sözlərdir, hər ikisi ağıllı deməkdir. İndi isə gəlin qısa mətnlərə keçək. Qısa mətnlərin öncəliklə tərcüməsinə baxıb, daha sonra isə bir-bir variantları təhlil edək. 2024-cü ilin 5 aprelində London Kitabxanası elan etdi ki, hər şənbə günü uşaqlar və gənclər üçün pulsuz oxu seansları təşkil ediləcək. Sessiyalardan bir həftə əvvəl kitabxana sosial mediada və yerli qəzetlərdə elan verdi. Uşaqlar sevimli kitablarını gətirib könüllülərlə birlikdə səsli oxumağa dəvət olundular. A variantı deyir ki, yalnız böyüklər London kitabxanasındakı oxu seanslarına qoşula bilərdilər. Yalnız böyüklər yox, məhz uşaqlar və gənclər üçün idi. B variantında kitabxana uşaqlardan sevimli kitablarını oxu seansına gətirmələrini xahiş edir.
Bu doğru variantımızdır. C variantında kitabxana seanslara başlamazdan əvvəl heç bir elan vermədi, əksinə olaraqdan elan verilmişdi. D variantında oxu seansları hər gün səhər saat 6-dan sonra kitabxanada keçirilir. Sessiyalar hər şənbə keçirilir, hər gün keçirilmirdi. E variantında bütün iştirakçılar oxu seansları və kitablar üçün ödəniş etməlidirlər, əks olaraqdan sessiyalar pulsuz idi. 70-ci sualımıza baxaq. Hörmətli xanım Parker, oğlum David hazırda sizin studiyanızda rəsm dərslərinə qatılır. Təəssüf ki, başqa bir şəhərə köçdüyümüz üçün o dərslərinə davam edə bilməyəcək. Zəhmət olmasa, o artıq keçdiyi dərslərə görə sertifikatı necə ala biləcəyimiz barədə mənə məlumat verin. Anlayışınıza görə təşəkkür edirəm. Hörmətlə xanım Brown. A variantında xanım Brown oğlundan gələn ay yeni rəsm kursuna başlamasını xahiş edir. Xeyr. B variantında David başqa şəhərə köçdükdən sonra rəsm dərslərinə davam edəcək. Bu haqda məlumat verilmir. C variantında xanım Brown artıq bitirilmiş dərslərə görə sertifikat haqqında məlumat almaq istəyir. Doğru cavabımız C variantıdır. David bütün rəsm kursunu bitirib və ödəniş gözləyir. Yanlışdır. E variantında xanım Brown xanım Parkerdən bütün tələbələrin dərslərini ləğv etməsini istəyir. Xeyr, yanlışdır. 71-ci suala baxırıq. Hörmətli cənab Harris, sizə yazıram ki, məktəb xor kollektivimizin gələn cümə günü sizin musiqi mərkəzinizi ziyarət edəcəyini bildirəm. Şagirdlər alətləri görmək və musiqi tarixini öyrənmək üçün çox həyəcanlıdırlar. Əgər onlar üçün qısa bir seminar hazırlaya bilsəniz, minnətdar olarıq. Hörmətlə xanım Lynn. A variantında xanım Lynn cənab Harrisi məktəb xoruna qoşulmağa dəvət edir. B variantında xanım Lynn şagirdləri üçün kiçik bir seminar təşkil etməyi xahiş edir. Doğru cavabımız B-dir. C variantında şagirdlər mahnı oxumaq üçün musiqi mərkəzini ziyarət edəcəklər. D variantında məktəb xoru gələn bazar ertəsi musiqi mərkəzində çıxış edəcək. E variantında cənab Harris öz yeni seminarı haqqında xanım Lynə yazır. Böyük mətnimizin tərcüməsini ekranda 5 saniyəlik paylaşacağım. Videonu dayandıraraqdan detallı formada tərcüməyə baxa bilərsiniz. 72-ci sualımızda soruşulur. Niyə kəklik otu Azərbaycan mədəniyyətində məşhurdur? Mən izah etdikcə ekranın sol tərəfində həmin hissəni xüsusi olaraqdan paylaşacağım. Burada deyilir ki, onun xüsusi qoxusu və müalicəvi xüsusiyyətləri onu Azərbaycan mədəniyyətində sevilən edir. Bu səbəbdən də doğru cavabımız E variantı, qoxusu və sağlamlığa faydaları. 73-cü sualımızda doğru variantları seçmək tələb olunur. Kəklik otu sağlamlıq problemlərinin müalicəsində istifadə olunur. Doğrudur. O, rütubətli və soyuq yerlərdə yaxşı bitir. Əksinə olaraqdan rütubətli və soyuq yerlərdə yox, quru və günəşli yerlərdə bitir. Bu səbəbdən doğru cavabımız deyil. İnsanlar kəklik otunu onun gücünü saxlaması üçün diqqətlə qorudurlar. Bu isə doğrudur. 4-cü, kəklik otunun yarpaqları uzun və tünd rəngdədir. Əksi olaraqdan yarpaqlar qısa və yaşıldır. Buna görə də bu da yanlışdır. Doğru cavabım E variantı. 74-cü sualımızda mətnin nə haqqında olduğu soruşulur. Mətndə əsasən kəklik otu haqqında danışılır. Onun harada bitdiyindən, yeyindən, müalicəvi xüsusiyyətlərindən, insanların onu qurutmasından və s. və laxır. Bu səbəbdən də doğru cavabım D variantıdır. Məşhur bir dərman bitkisi və onun xüsusi istifadələri. Burada məşhur dərman bitkisi dedikdə kəklik otu nəzərdə tutulur. A variantında reseptdən danışılmır. B variantında insanların bağda əkib becərməsindən deyil, dağlarda bitməsindən danışılır. C variantı fərqli bitkilərdən yox, yalnız bir bitkidən danışılır. E variantı kənd təsərrüfatı tarixindən danışılmır. 75-ci sualda ardını tamamlamaq tələb olunur. Ən keyfiyyətli kəklik otu seçilir, çünki o, doğru cavabım 1 və 3-dür. Çünki o parlaq rəngə və təmiz qoxuya malikdir. Yalnız şimal bölgələrində yetişir, bu yanlışdır. 3 də dağlardan gələn xüsusi ətrə malikdir. Bu da doğrudur. Həmişə digər otlarla qarışdırılır. Bu isə yanlışdır. 76-cı sualımızda yanlış olan variantın tapılması tələb olunur. Yanlış olan variantlarımız 2 və 4-dür. Kəklik otu çayda və yeməklərdə istifadə olunur. Bu doğrudur. O yalnız Talış dağlarında bitir. Artıq burada yalnızın olması bizə bildirir ki, yanlışdır. Çünki yalnız Talış dağlarında yox, başqa yerlərdə də, məsələn, Qərbi Qafqaz, Naxçıvan dağları kimi yerlərdə də bitir. 3 doğrudur. Apteklərdə və ot dükanlarında satılır. 4 yanlışdır. Bitkinin iri çiçəkləri və sarı yarpaqları var. Əksinə çiçəklər kiçik və bənövşəyi çəhrayı rəngdədir. Yarpaqlar isə qısa və yaşıldır. Videonu bəyəndinizsə bəyən butonuna basmağı, kanala abunə olaraqdan şərh yazmağı unutmayın.